Keçirik üçüncü hissəni. Üçüncü hissədə nələr var? Daha qısadır. Settings pəncərəsidir, File Explorer'dır, Windows əməliyyat sisteminin texnologiyalarıdır, faylın və qovluğun kontekst menyuları, nəhayət sonuncusu sistemin standart proqramları ilə tanış olmuş olacaq. Başlayaq. Birincisi gələk Settings pəncərəsinə. Settings pəncərəsinin qısa yolu Windows idi. Bu gördüyümüz hissədir. Burada nələr var? Əməliyyat sisteminin bütün əsas parametrlərini idarə edə bilərsiniz buradan. Bu pəncərə vasitəsilə nə bilim istifadəçinin xüsusiyyətlərini dəyişə bilərsiniz. Bax, sol tərəfdə var hamısı. Şəbəkəni fərdiləşdirə bilərsiniz. Nə bilim accessibility, əl yetərliliyi falan hər şeyi buradan təmin edə bilərsiniz. Windows 11-də əvvəldəki versiyalara nisbətən daha da belə deyək, müasirdir, sadədir və kateqoriyalar üzrə qruplaşdırılıbdır. Amma Windows misal üçün ona baxsaq, bircə saniyə. Windows 10-da bir balaca qarışıq idi bu hissə. Buradadır. Baxın, gördüyünüz kimi bir balaca settings hissəsi deyil bu. File Explorer idi. Settings isə buralarda olacaq. Oradaydı. İkinci hissədəydi desəm, bir saniyə. Burada olmalı. Bu da əvvəlcə bu cür idi. Gördüyünüz kimi daha qarışıq bir variant halındaydı. Amma indi hər şey yığılıb qısa konkret bir yerə. Buradan istədiyin hər şeyi tapa bilirsən. Məsələn, birincisi Home-da nələr var? Əsas səhifədə Word-də falan olduğu kimidir. Ən çox istifadə olunan belə deyək, ayarlara daha tez əl yetərliyimiz var burada. Sistem ekrandır, səsdir, bildirişlərdir, nə bilim, enerji idarə etməsidir və s. kimi hər birini buradan idarə eləyirik. Bluetooth and devices. Bluetooth da burada elə Windows 10-da da eynisi idi. Bluetooth-dur, printerdir, mouse-dur, klaviaturadır, nə bilim, monitordur, qoşulmuş cihazları idarə etməyə kömək eləyir. Network and internet gəlir dördüncüsü. Buradan da Wi-Fi-dır, şəbəkələrimizdir, VPN-lərimizdir, nə bilim, mobil şəbəkə bağlantılarını və s. idarə edə bilirik. Personalization hissəsi gəlir, fərdiləşdirməkdir. Fərdiləşdirmək də ki, arxa fonun rəngidir, arxa fonun şəklidir, nə bilim, temalardır, kilit ekranıdır, başlat menyusu və s. hər birini idarə edə bilir. Sonra gəlir appslər. Apps nədir? Quraşdırılmış proqramlardır. Quraşdırılmış proqramları və default olaraq hansı proqramı istifadə etmək istəyirsə, buradan idarə edirsən. Buradan elə default app yazsan gələcək. Bu hissədə misal üçün default olaraq nəyi açmaq istəyirsənsə, hamısı burada vardır. Ondan sonra gəlir account hissəsi bizim haqqımızda məlumatdır. Time and language-dir, vaxt və zamandır. Buradan əlavə olaraq dili də dəyişdirə bilirik, klaviaturanın dilini də dəyişdirə bilirik. Gaming-dir, oyunçular üçün də Xbox Game vardır, yəni adi telefonlarda olur, oyunların bir yerə yığıldığı hissə. Burada eyni hissəmiz olmuş olur. Ondan sonra gəlir accessibility, əl yetərlilikdir. Məhdud imkanlı, yəni görmə, eşitmə, hərəkət məhdudiyyəti olan insanlar üçün istifadə olunan bir şeydir. Privacy and security hissəsi gəlir, məxfilik və təhlükəsizlik ayarlarıdır. Windows security'dir, antivirusdur, nə bilim, məlumat qorunması falan, hər şey burada yerləşir. Update-də bildiyiniz kimi yoxlamalardır, yükləmələrdir, yəni yeni gəlmiş güncəlləmələrdir. Gəlir ondan sonra sistemin daxilindəki hissə. Sistemin daxilində display var, ekrandır, monitordur, monitorun parlaqlığıdır, gecə işığıdır, displeyin şəklidir və s. hamısını buradan düzəlişdirə bilirik. Sonra gəlir sounds, səsi, volume level var, səsin azalıb artırılmasını təmin eləyir. Sonra output var, səsin giriş-çıxışı üçündür, input da girişidir. Sound device-dəki səs qurğularının qoşması üçündür. Notification hissəsi gəlir, bildirişlər deməkdir. Daxilində hər hansısa bir bildirişlərin açılması, söndürülməsi var. Nə bilim, don't disturb hissəsi var, bax, narahat etmə rejimidir. O, telefonlarda var, rahatsız etmə türkçədir. Rahatsız etmə rejimidir və s. hamısını buradan idarə edə bilirik.
Focus hissəsi gəlir. Bu da ki, bir yerə diqqət rejimidir. Məsələn, hər hansısa bir bildirişləri gizləndirilməsinə gətirib çıxara bilir. Məsələn, sən atıram PDF oxuyursan və yaxud da ki, dərs oxuyursan, burdan bunu aktivləşdirərək hər hansısa bildirimlərin gəlməsinin qarşısını almış olursan. Ondan sonra gəlir Power and Battery hissəsi. Power nədir? Güc, battery də adi bildiyimiz bateriyalardır. Enerji və bateriyadır. Burada da ki, ekranın sönməsidir, yuxu rejimidir, yuxu vaxtıdır, bateriyanın istifadəsinin vaxtıdır, yəni izahıdır. Nə bilim, enerji rejimləridir, power saver'dır, balansdır, best performance-dır və s. hamısını buradan idarə edirik. Power saver nədir? Gücün, belə deyək, çox getməsinin qarşısına adi telefonlarda istifadə etdiyimiz hissədir. Məsələn, 20%-dən aşağı düşən kimi özü avtomatik olaraq aktivləşir. Bax, odur. Ondan sonra gəlir storage hissəsi. Storage-dəki yaddaş deməkdir. Disklərin yaddaşının istifadəsinə nəzərdə tutur. Nə bilim, hər bir diskdə olan boş, dolu sahələrin miqdarını göstərir sənə. Müvəqqəti faylları təmizləyə bilirsən sən buradan. Yəni, keş yaddaş təmizləyə bilirsən buradan. Faylların, proqramların diskə yerləşmə qaydalarını və s. hər birini tənzimləyir. Sonra gəlir nearby sharing. Sırf tərcümədə, yəni yaxın zamanda paylaşılanlar deməkdir. Faylların və bağlantıların yaxınlıqdakı Windows cihazları ilə, belə deyək, Bluetooth-la, Wi-Fi vasitəsilə paylaşmaq üçün çox qəşəng bir şeydir. Multitaskingdir, çox tapşırıqlı rejimdir. Snap Windows var bunun daxilində. Bax, burada da gördüyümüz kimi. Pəncərələrin ekranın bir hissəsinə düzülməsini təmin edir. Desktop var, hamısını belə deyək, aşağıda göstərir. Task switching var, ondan sonra açıq pəncərələrin arasında keçidi tənzimləyir. Amma qısa yollar da var da, yəni bunlar da, alt tablar da məsəl üçün. Ondan sonra gəlir activation. Activation ən bezdirici hissəsidir, belə deyək. Sırf aktivləşmədir, yəni lisenziyalaşdırmadır. Lisenziya hissəsi yorur adamı. Advanced hissəsi qaldı burada doğrudan. Advanced daha əlavə parametrlər deməkdir. Buradan performansın optimallaşdırılmasını yerinə yetirir. Troubleshootlar gəlir. Troubleshootlar, bax, açar var qarşısında. Adi bildiyimiz problemlərdir. Problemlərin aradan qaldırılmasıdır. Recovery var, bərpadır. Bax, burada da şəklindən gördüyünüz kimi resetləyir, yəni sıfırlayır. Nə bilim, Advanced Startup var burada daxilinə, sistemin bərpa menüsünü açırır. Go back bir geriyə qayıtmağa kömək eləyir. Projecting to this PC, Sol Windows P-dir, bax burada gördüyünüz hissədir. Bu da ki, kompüteriyə proyeksiyadır, digər cihazların ekranını göstərməyi tənzimləyir sizə. Ondan sonra gəlir remote desktopdur. Remote desktopun da qısa yolu budur. Bu hissəmiz, bax, buradır. Buradan başqa bir kompüter olsun, başqa bir serverlər olsun, ən əsas serverlərdir. Və s. kimi bunları idarə etməyə kömək eləyir. Ondan sonra gəlir clipboard. Clipboarddakı mübadilə buferi idi. Bax, bu hissə idi. Windows verdi qısa yolları. Ondan sonra sistem komponent gəlir. Burada da aşağıda yazılıb Manage System Component that are pre-installed on Windows. Yəni, burada Windowsa əvvəlcədən quraşdırılmış sistem komponentlərini idarə etməyə kömək edir. Sırf tərcümə ilə gedə bilərik, sağ tərəfə baxmasanız olar. AI komponentisi, AI-lər nədir? Süni intellektlərdir. Burada quraşdırılmış süni intellektlərə əsaslanaraq hər hansısa bir sizə yardım göstərir, hər hansısa xüsusiyyətləri göstərir. Windows Copilot var idi. Bax, dünən keçdik. Nə idi Windows Copilot? Bizim qısa yolda Windows C idi. Səsli idarə və s. kimi idarə üçündür. Optional features var. Bax, yenə tərcümə ilə extra functionality for your device. Sənin, belə deyək, kompüterin üçün əlavə funksiyalar gətirir. Bu xüsusiyyətlər ki, əvvəlcədən quraşdırıla da bilər, sonra sən özün də əlavə eləyə bilirsən. About da ki, sənin kompüterinin texniki xüsusiyyətləri haqqında bütün məlumatları göstərməyə yardımcı olur. Ondan sonra gəlir time and language. Daxilində birinci date and time var. Tarix və saatdır. Tarixi, saatı dəyişdirmək üçündür. Saat qurşağıdır. Məsəl üçün 12 saatlıqdırmı, 24 saatlıqdırmı, EM-PM'lərdirmi, yoxsa belə deyək, normal 24 saatlıqdırmı, onu idarə edirsən. Language and region gəlir. Buradan dil və regionu dəyişdirirsən. Hansı regiondasansa ona uyğun olaraq da seçə bilirsən.
Sonra gəlir typing, yazma parametrləridir. Touch keyboard var, bax daxilində. Klaviaturanın dilinidir, düzülüşünü dəyişdirmək üçündür, özünkiləşdirirsən də, yəni fərdləşdirirsən. Avtomatik mətn təkliflərini aktivləşdirirsən. Məsələn, telefonlarda yazırsan S-A, arxasında gəlir salam və onları düzəlişdirirsən. Speech-dəki nitq parametrlərdir. Səsli köməkçi vasitəsilə kompüteri idarə eləyə bilirsən. Ondan sonra gəlir File Explorer hissəsi. File Explorer'ın qısa yolu Windows 7. Bu File Explorer utilitlər dərsini keçmişdik. Nədir? Fayl və qovluqlarla işləmək üçün yardımcı olan hissəmizdir. Başlayaq daxilindəkilərdən. Baxın, birincisi hardan başlayaq? Bu ortadakı başlıq sətrindən başlayaq. Title bar adlanır. İkinci gəlir background image yazıb, misal üçün. Cari qovluq, sən hardasansa onun yazısıdır. Üçüncüsü gəlir kiçiltmək, böyütmək və yaxud da ki, əvvəlki versiyasına geri qaytarmaq. Bu Maximize Restore Down olaraq gəlir adı və nəhayət sonuncusu Close-u Alt F4-də qısa yoludur. Ondan sonra gəlir dördüncüsü Background Image, orta hissəsi ünvan sətri adlanır, adres bardır. Sonra gəlir bax, beşincisi geri qayıtmaq, əvvələ getmək, irəli geri düymələridir. Ondan sonra gəlir altıncısı yeniləyirsən, misal sən hansısa bir dəyişiklik eləmirsən, düşmürsə ora, buradan yeniləyərək təzələyə bilirsən. Sonra gəlir yedincisi yuxarı səviyyəli, yuxarı qovluğa, üst qovluğa keçiddir. Sonra gəlir 8, bax, search hissəsi, qısa yolu F3 idi, axtarışdır. Ondan sonra gəlir 9-uncusu tam ortada olan hissə alətlər panelidir, toolbardır. Bu şeydə daha geniş idi, Windows 10-da. İndi göstərəcəm yerini. Sonra gəlir 10-uncusu, burada naviqasiya panelidir, səni idarə edir ki, haralar varsa sənə göstərir bir-bir. Sonra gəlir 11-incisi tam orta adlanır işçi sahəmiz. 12-incisi preview pane'dir, ön baxış panelidir. Misal üçün bunun daxilindəkiləri daha kiçik variantda göstərir, yəni daha az məlumat verir onun haqqında və bunun pikselləri də aşağı olur təbii ki də. Nəhayət ən aşağıdakı da vəziyyət sətridir, status bar adlanmış olur. Gəlin sizə bunu Windows 10-da göstərim. Windows 10-da görəcəksiniz necə qəribə idi. Baxın, bu hissədir və bunların hər birini bircə-bircə öyrənirdik. Biz Word-də, Excel-də falan olduğu kimi. Baxın, Clipboard-dur, Organize-dur, New-dur. Bir cəhətdən yaxşı oldu mu, dəyişilməkləri yaxşı olmuş oldu. Ondan sonra gəlir Ondan sonra davam edirik. Gəlir pəncərə üzərində miqyaslaşdırma əməliyyatları. Minimize nədir? Pəncərə minimallaşdırır, tapşırıqlar panelinə gedir. Maximize pəncərəni minimal şəkildədirsə, bax belədirsə, tam böyüdür. Sonra gəlir Restore Down adlanır. Bunun üzərində kliklədikdə kiçilir. Sonra gəlir Close-dakı pəncərəni bağlayır, qısa yolu Alt F4 idi. Ondan sonra pəncərənin sərhədləri üzərində bax, gətirdikdə bu cür işarələr gəlir ki, bunlarda hansı hissəsinə, hansı belə deyək, ölçülərə dəyişmək istədiyini nəzərdə tutur. Sonra başlıq sətrini tutub pəncərənin yerini də dəyişdirə bilirsiniz. Oy, bir dəqiqə, başqa şey. Bax, gördüyünüz kimi tutub yerini dəyişdirə bilirsiniz, istədiyiniz yerə apara bilirsiniz. Və yaxud da ki, pəncərənin kontekst menüsü vasitəsilə kontekst menüsü sağ kliklə açılır. Oradan da ki, ölçüsünü dəyişdirə bilərsən, minimallaşdıra bilərsən, maksimallaşdıra bilərsən, bağlaya bilərsən. File Explorer alət panelinə gələrək indi. New vasitəsilə yenisini yaradırsan. Yeni qovluq da ola bilər bu, yeni fayl da ola bilər və yaxud da ki, başqa elementlər də yarada bilərsən. İkincisi gəlir cut əmridir, kəsmək üçündür. Üçüncüsü gəlir copy əmridir, kopyalamaq üçündür. Ctrl X-dir, Ctrl C-dir, yapışdırmaq Ctrl V-dir. Rename-dir, adlandırmaqdır yenidən. Qısa yolu F2-dir, dümdüz F2. Sonra share hissəsidir, paylaşmaqdır, kimlərsə bölüşməkdir, elektron poçla, Bluetooth-la, nə bilim, Skype-la falan olur da əvvəllər. Sonra gəlir, burada gördüyümüz silmək, bunun ikinci hissəsində, daha doğrusu birinci hissəsində daha ətraflı keçmişdik. Sonra gəlir sort-dakı sıralamaqdır, faylların, qovluqlarının ada, tarixə, ölçüyə, növə və s. kimi bölməyə kömək edir. Ondan sonra gəlir View hissəsi. View-nun daxilində görünüş rejimləri var. Extra large icon var, daha böyüklə göstərir.
Large icon var, böyükdür. Medium icon var, normal insanlar üçündür. Small icon var, kiçik göstərir. Listləmə var, hamısının şəklini görəcəyik bu arada. Listlər, siyahılar şəklində göstərir, bax belə. Details var, bütün detalları ilə göstərir. Tile var, solda şəkli yerləşir, sağda adını göstərir. Content var, solda şəklini yerləşdirir. Sağda da ortadan xətlər vasitəsilə ayrılır. İndi hamısının şəklini göstərəcəm. Sonra gəlir Details pane var, paneli göstərir, detallar panelini. Preview pane var da ki, ön baxış paneli üçündür. Ondan sonra gəlir Navigation paneli sol tərəfdə açılır. Bax, şəklində də gördüyünüz kimi, digərləri sağda açılmışdır. Sol tərəfdə naviqasiya panelini göstərir. Compact view var, daha belə deyək, qısa, məsafəli şəkil, aralarındakı məsafələri azaldır, daha az yer tutmasını tənzimləyir. Item checkbox var, itemların, yəni obyektlərin qarşısına checkbox, yəni qutular əlavə eləyir, seçmək üçündür. File name extension var ki, faylın ad uzantısını göstərməyə tənzimləyir. Hidden itemdakı əşyaları, yəni obyektləri göstərib gizlətməyə kömək eləyir sənə. Ondan sonra bax, gəldik, görürük nələri. Large, extra large icon. Medium icon, normal. Sonra gəlir large icon. Düşür aşağıya, small iconlar gəlmiş olur. Ondan sonra baxın, bu hansı oldu? List, siyahılar şəklini göstərməyi tənzimləyir. Content altından xətt çəkilir. Altından xətt çəkilməsə, o olur details. Yox, altından xətt çəkilibsə olur content. Çünki bir dənə ən çox oxşayan bu ikisi də. Düzü çox oxşamır. Detailsdə yuxarıdan nələr detallarını da göstərir. Burada göstərmir göstərməyinə. Sadəcə olaraq contentdə altından bu cür xətlər çəkilir. Bax, bu cür xətlər çəkilir. Amma detailsdə o cür xətlərin heç biri olmur. Tilesdakı sol tərəfdə şəkli, sağ tərəfdə nə olduğu. Sol tərəfdə şəkli, sağ tərəfdə nə olduğu. Məsələn, sol tərəfdə şəkli, sağ tərəfdə nə olduğu. Hamısını bircə-bircə göstərir. İmtahana düşmə ehtimalı hədsiz çoxdur. Ondan sonra gəlir 3 düymənin daxilində nələr var? Compress to zip file var. Bu zip formatına, yəni sıxışdırmaq üçündür. Add to favorites var, favorilərə əlavə etmək üçündür. Copy paste var, faylın qovluğun tam yolunu kopyalayır. Sonra gəlir Select all var, bütün cari fayl və qovluqları seçir. Select none var, seçilmişləri ləğv eləyir. Bütün seçilmişləri ləğv eləyir. Invert selection var, buna aid misal da düşə bilər hətta sizə. Seçilməmiş elementləri seçir, seçilmişləri ləğv eləyir. Yəni, seçmişsən 6 dənə faylın var, 1, 2, 3, 4, 5, 6. Seçmişsən 1, 3, 5-i, invert selection eləyən zaman 1, 3, 5 deaktiv olur, 2, 4, 6 seçilmiş olur avtomatik olaraq. Sonra gəlir properties xüsusiyyətləridir. Option-dakı parametrlər tabını açır. Buradan gizlin fayllarını göstərə bilir, yaxud da ki, faylları gizlədə bilir. Ondan sonra gəlir folder option. Folder option daxilində nələr var? Deyir ki, open each folder in the same video. Video nə idi? Window. Hər bir açılmış folderi, qovluğu eyni pəncərə altında açmağa kömək edir. Ondan sonra gəlir open each folder in its own window. Burada da deyir ki, hər bir açılmış folderi, qovluğu özünün şəxsi pəncərəsində aç. Single click to open an item. Nə deyir? Deyir ki, yəni bax, bu obyektdə bir dəfə klikləyən zaman aç. Mənasız bir şeydir. Adam çaşır onda. Gəlirsən buna bir dəfə əlin səhvəndəysə, bu açılacaq avtomatik olaraq. Amma digəri bizim hamımızın istifadə elədiyi double clickdir. 2 dəfə klikləyərək açırıq. Show recently used file. Son istifadə olunmuş faylı göstər. Show frequently used folder. Tez-tez istifadə olunan qovluqları göstər. Show files from office.com. Deyir ki, ofisdən bütün faylları göstər. Və burada bir dənə belə bir şey var. Restore defaults. Hər bir şeyi sən dəyişdirmisənsə, restore default eləyə bilərik. Zavaskoy halına gətirmiş olursan. Ondan sonra gəlir kontekst menyular. Kontekst menyunun açılmasının 3 dənə növü var. Mouse'un sağ düyməsi vasitəsilə bastım, açıldı. Sonra klaviaturadan bax, bu düymə vasitəsilə bastım, açıldı. Və yaxud da ki, qısa olaraq Shift F10-dan istifadə eləyirik. Shift F10. Gördüyünüz kimi gəldi, sol küncə açılmış oldu. İndi faylın kontekst menyusu var, qovluğun kontekst menyusu var. Faylın kontekst menyusunda olub, qovluğun kontekst menyusunda olmayanlar var və ortaq əmrlər var. Yalnız öyrənin imtahana düşmə ehtimalı çoxdur. Yalnız faylda olanlar open with
edit, print, new, share, share with, send my phone, nə bilim, move to OneDrive, Notepaddə redaktə etmək. OneDrive, add to favorites. Bunlar hardadır sadəcə? Faylın kontekst mövzusunda. Fayl nədir? Bax, bunlar fayllardır. Bu gördüklərimiz, sol tərəfdə gördüklərimiz sarı rəngdə olanlar qovluqlarımızdır. Yalnız qovluqda olanlar pin to quick access var. Quick access-ə birləşdirməkdir. Pin to start var, aşağıya yapışdırmaqdır. Bax, misal üçün bunun üzərinə gəlsək, sağ klik eləsək, gördüyünüz kimi pin to taskbar var. Ondan sonra terminalda açmaq var. Terminal nə idi? CMD-lər idi. Include in library var. Kitabxanaya daxil etmək üçündür. Ortaq əmrlərdəki hamısı bunlardır. Qoyuruz bircə öyrənirsiniz. Ondan sonra Windows 11-in texnologiyaları. OLE obyekt texnologiyası, plug and play texnologiyası, drag and drop texnologiyası. OLE nədir? Object linking and embedding. Bir tətbiqi proqramın digər tətbiqi proqrama tanıtdırılmasıdır, oxutdurulmasıdır, birgə istifadəsidir. Yəni, biz yadımıza gəlirsə, Word-də misal üçün şey açanda, nədir bunun adı? Smart Art açanda avtomatik olaraq Excel-də açılmış olurdu. Hətta gəlin göstərim. Məsələn, bir dənə Word-ə girək. Məsələn, buradan girdik, insert-dən hər hansısa bir diaqram əlavə edək, tutalım ki, buradan məsələn. Baxın, bunu əlavə edən kimi yuxarıdan açılır, Excel açılır. Sən gəlib Excel-də dəyişiklik eləsən, bir yazsan burada misal üçün, aşağıda gördüyünüz kimi dəyişmiş olur cədvəlimiz. Tutalım ki, bu 12-nin yerinə 122 yazırsan, gəlir daha da fərqli bir şey olur. Və yaxud da ki, bunu dəyişdirib 1 eləyirsən, daha fərqli bir şey olur və s. kimlərlə. Bir tətbiqi proqramın digərinə tanıtdırılmasıdır. Sonra əgər plug and play yadımıza gəlirsə, bizdə driver deyə bir şey var idi əvvəllər. Bu driveri yükləməsəydik, mouse-dur və yaxud da ki, digər periferiya qurğulardır, tanımırdı bizim kompüterimiz. Amma plug and play vasitəsilə sən hər hansısa bir şey taxan zaman özü avtomatik olaraq driverləri yükləyir, onları idarə eləyirsən. Təbii ki, götürüb driveri silsənsən, bir də təzədən məcbursan özün yükləyəsən də, o qədər deyil. Ondan sonra gəlir drag and drop texnologiyası. Tut və sürüklədir. Mübadilə buferi olmadan, yəni Windows V bura istifadə olunmadan hər hansı obyektin yerini dəyişdirməkdir, sürətini almaq üçün mousedan istifadə edirsən dümdüz. Mouseun sol düyməsini tutub sürüklədikdə obyekt sadəcə yerini dəyişir. Qovluqlar eyni məntiqi disklərsə, yəni ikisi də D diskindədirsə, bu yer dəyişmə adlanır. Yox, biri C, biri D diskindədirsə, bu zaman köçürmə əməliyyatını yerinə yetirmiş olursunuz. Kontrol düyməsi ilə basılı ilə mouseun sol düyməsini tutub sürüklədikdə sürət alınır. Məsələn, onun kopyasını gətirib çıxarmış olduq. Prosta ki, hara getdi? Copy hissəsi var. Bunu buradan sildik, lazım deyil. Shift-lə basılı tutduqda sadəcə olaraq yerini dəyişmiş olur. Bir də ki, ekranda belə bir şey var. Məsələn, gəldim bura, tutdum, sağ düyməni, sağ-sol tanıyırsınız. Sağ düymə ilə sürüklədikdə bu bölmə açılır. Bu bölməndə Windows-un ikinci hissəsində keçmişdik. Shortcutlar yaratmaq üçündür. Sonra gəlir standart proqramlar, yəni kompüterin öz üzərində gələnlər. Character map var, klaviaturada olmayan simvollar üçündür. Notepad var, bloknotdur, uzantısı .txt-dir, daha kiçik mətnlər üçündür. Paint var, sadə raster qrafik redaktordur. Genişlənməsi BMP-dir, standart halda susmaya görə PNG-dir. Snipping tool var, hissə alətidir, ekranın müəyyən hissəsini kəsmək üçündür. Məsələn, bax, bu gördüyünüz ekranda açılan hissədir. Burasını kəsdim, götürdüm, tutalım ki, gedir Windows A-ya düşür. Windows N, bunları dəyişiblər. Notification araya da düşür, götürüb oradan istifadə eləyə bilirsiniz. Ondan sonra gəlir uzantısı PNG-dir. Quick Assist uzaqdan bağlantı ilə başqa birinə qoşulmağa kömək eləyir. Remote Desktop Connection uzaqdan iş masasına bağlanır, daha çox serverlərə bağlanmaq üçündür. Step Recorder addımlarınızı qayd edir, yadda saxlayır.
Windows Fax and Scanner. Fax nə idi? Giriş-çıxış qurğusuydu da. Faksları və skanerləri kompüterə qoşulmasını təmin eləyir. Windows Media Player-dəki kompüterdə mövcud olan multimedia fayllarının nümayişi üçündür. Standart proqramlardan sonra gəlirik Magnifier. Ekran lupasıdır, yəni gözü zəif olanlar üçündür. Mouse'u göstərsin, hara aparsansa oranı böyüdür. Narrator səslə ifadə, yəni kompüterdə yerinə yetirilən bütün əməliyyatlar səslə oxunur. On-screen keyboardda ekran klaviaturasını aktivləşdirir. Disk cleanup-da diski lazımsız fayllardan tənzimləyir. Disk defragmenterdir, optimallaşdırmadır. Bax, bunları şeydə görmüşdük biz utilitlər dərsində. System Information'da sistem haqqında, kompüter haqqında məlumatlardır. System Restore'dur, sistemin bərpasıdır, seçilmiş bərpa nöqtəsinə geri qaytarırdı. Task Scheduler'da adi bildiyimiz budilnik idi. İstədiyimiz zamanda hər hansısa bir proqramı avtomatik olaraq icra edir. Gəlirik Command Prompt, CMD-lərdir bildiyimiz. Kompüterdə klaviaturanın yığılmış əmrlərlə idarə edirik. Baxın, CMD yazan kimi. Gələcək bu hissə, buradan da idarə edirik. Sonra gəlirik kontrol paneldir, qurğu və proqramların sazlamaq üçündür. Aşağıda run hissəsi də WinR-dir. File Explorer-dır, bayaq gördük. Run-dır, proqram qovluq pəncərəsini açılır. Windows R bunun qısa yoludur, run-ın qısa yoludur. Ondan sonra Task Manager gəlir. Kompüter donan zaman RAM-ı boşaltmaq üçün istifadə edirik. Qısa yolunu keçmişdik. Ctrl Shift Escape və yaxud da ki Windows Alt Delete hissəsi. Ctrl Alt deyil. Ctrl Alt Delete hissəsi. Ümid edirəm ki, bu hissə sizdə görsənir hal-hazırda. Ondan sonra gəlir This PC, bu da ki, kompüterin xarici yaddaş qurğularına baxışı tənzimləyirdi. Əsas klaviatura qısa yolları. Bax, qısa yollar çox düşür. Qoyurs qabağınıza əzbərləyirsiniz. Alt F4-dür proqramı və yaxud da ki, qovluq pəncərəsini bağlayır. Alt Enter-dir, xüsusiyyətlər menüsünü açır. Shift F10-dur, obyektin kontekst menüsünü aktivləşdirir. Win-A-dır, fəaliyyət mərkəzini açır. Win-Y-dir, fayl bələdçisini açır. Win-I-dir, settings qovluğuna keçiddir. Win-P-dir, proyektor tənzimləməlidir. Win-X-dir, başlat menüsünün kontekst menüsüdür. Baxın, buradakılardır. Ondan sonra Ctrl-Shift-N-dir, yeni qovluqdur. Ctrl-N-dir, cari qovluq yeni pəncərədə açır. Alt-P-dir, ön baxış panelini aktivləşdirir. Burada açılmayacaq. Ctrl Escape-dir, start menüsünü açır. Bax, aşağıda gördüyünüzdür. Sonra nə bilim, Ctrl Z-dir, peşmançılığı idi. Ən son əməliyyatı ləğv edirdi. Ctrl Y idi, peşmançılığın peşmançılığı idi. Ləğv edilmiş əməliyyatı yenidən bərpa eləyirdi. Yəni, sildiyi bir də təzən geri qaytarsın. Ctrl Shift Escape-dir ki, tapşırıqlar menecerini açırdı. Digər yolda Ctrl Alt Delete olmuş oldu.